Dəyərli izləyicilər, 22-ci əsr kanalının bugünkü buraxılışında hər birinizi xoş gördük. Bu dəfəki buraxılışımızda sizə Qarabağ ətrafında cərəyan edən son proseslərdən və gözləntilərdən danışacağıq. Videonu sona qədər izləyin. Sizə önəmli faktlar açıqlayacağıq. Əziz dostlar, videoya başlamazdan əvvəl videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Bildiyimiz kimi, Xarici İşlər Naziri Ceyhun Bayramov bu yaxınlarda Rusiyaya səfər edəcək. Bu səfər çərçivəsində onun Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla Dağlıq Qarabağ ətrafında mühüm danışıqlar aparması gözlənilir. Tovuz istiqamətində baş verən olaylar, eləcə də qardaş Türkiyənin məsələyə müdaxiləsi Rusiyanın Qarabağ ətrafında yeni istiqamət götürməsini labüd edir. Biz bunu Dağlıq Qarabağla bağlı fikirlər səsləndirən Sergey Lavrovun son açıqlamasında da görürük. Diqqətlə dinləyin. O deyir: İyul ayında Azərbaycan-Ermənistan sərhədində baş verən münaqişənin əsasında Dağlıq Qarabağ probleminin həll olunmaması dayanır. İyulun 12-si və 16-sında baş verən sərhəd münaqişəsi bizim vasitəçiliyimizlə hazırlanan atəşkəsin 2016-cı ilin aprel müharibəsindən sonra ikinci və daha iri miqyaslı pozuntusu oldu. Bununla yanaşı artilleriya, qumbaratanlar və hücum dronlarının istifadə olunduğu yüksək intensivli toqquşmalar son 26 ildə ilk dəfə Qarabağda təmas xəttində deyil, birbaşa Azərbaycan və Ermənistanın dövlət sərhədindəki məntəqədə baş verdi. Bir sıra kompleks səbəblər bu münaqişəyə gətirib çıxardı. Əlbəttə ki, bunun əsasında Qarabağ münaqişəsinin həll olunmaması dayanır. Coğrafi amil də burada bir növ tətikləyici rol oynadı. Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə sərhədyanı məntəqəni yenidən bərpa etmək qərarı bu qarşıdurmanın yaranmasına səbəb oldu. Vəziyyəti stabilləşdirmək üçün iyulun 12-sində Rusiya Xarici İşlər Nazirliyi tərəflərə atəşi dərhal dayandırmaqla bağlı çağırış etdi. Azərbaycan və Ermənistandan olan həmkarlarla telefon danışıqları aparıldı. ATƏT-in Minsk qrupunun Rusiyalı həmsədri Igor Popov bütün bu vaxt ərzində hər iki ölkənin xarici siyasət idarəsinin rəhbərləri ilə birbaşa əlaqədə oldu. Nəticədə Rusiyanın vasitəçiliyi ilə ilk cəhddə olmasa da iyulun 16-sında atəşkəs elan edildi, deyə Rusiyalı nazir vurğulayıb. Sergey Lavrov avqust ayında vəziyyətin biraz stabilləşdiyini qeyd edib. Stat: sərhəddə və qoşunların təmas xəttində nisbi sakitlikdir. Qarşılıqlı ictimai ittihamlar azalıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin tezliklə bərpa olunacağına ümid edirik. ATƏT-in Minsk qrupundakı tərəfdaşlarımızla bu layihənin üzərində işləyirik. Maraqlıdır, Xarici İşlər Naziri Ceyhun Bayramovun Rusiyaya səfəri əsnasında Moskvanın Ermənistana silah satması məsələsi müzakirə olunacaqmı? Ümumiyyətlə, bu səfər Rusiya-Azərbaycan münasibətlərinin gələcəyi baxımından nə vəd edir? Bu barədə danışan politoloq Fikrət Sadıqov maraqlı fikirlər səsləndirib. Əslində Rusiya və Azərbaycan arasında əməkdaşlıqla bağlı bir sıra müqavilə və sazişlər var. Hər iki tərəfdən etiraf olunan strateji partnyorluq münasibətləri mövcuddur. Biz bu strateji partnyorluq münasibətlərini qırmaq niyyətində deyilik. Lakin Tovuz döyüşlərindən sonra Rusiyanın Ermənistana silah-sursat verməsi bizim maraqlarımıza cavab verməyən bir olaydı. Bu, bizim strateji partnyorluq münasibətlərimizə də müəyyən dərəcədə zərbədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Rusiya lideri ilə telefon danışığında bu məsələni qəti şəkildə vurğuladı. Güman edirəm ki, yeni təyin olunan Xarici İşlər Naziri Ceyhun Bayramovun Moskvaya səfəri zamanı bütün bu məsələlər haqqında müzakirə aparılacaq. Statın sonu. Bəs biz Moskvadan nə gözləməliyik? 20 ildən çoxdur münaqişənin həllində rol oynamayan Rusiya hansısa müsbət addım ata bilərmi? Bu sual altındadır. Belə bir iddia var ki, Rusiya Ermənistan baş naziri Nikol Paşinyanı devirmək üçün hansısa planlar qurur. Xatırlayın, Sərkisyanın sonunu aprel müharibəsi gətirmişdi. Eyni şey Nikol Paşinyanın da başına gələ bilərmi? Hazırda Ermənistanda ən çox düşünülən versiyalardan biri də budur. Bütün bunların fonunda Ermənistanın eks-prezidenti Serj Sərkisyan 2016-cı ildə baş vermiş aprel müharibəsi ilə bağlı mühüm sirləri açıb. O, Moskvada Qarabağın qaytarılması ilə bağlı gizli razılaşmanın imzalanmadığını bildirib. Stat:
2016-cı ilin aprelində Moskvada heç bir sənəd imzalanmadı. Nə gizli, nə də açıq. Əgər əvvəlki razılaşma qüvvədədirsə, onda başqa hansı sənəddən danışırıq? Həmsədrlər sizi aldadırlar. Onlardan yalan danışmaqda şübhələnməyə haqqımız yoxdur. Heç bir sənəd imzalanmayıb. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə toxunan Sərkisyan prosesin təhlükəli hal aldığını bildirib. O, Qarabağ münaqişəsinin yalnız beynəlxalq müstəvidə həll edilə biləcəyinə inandığını deyib. Stat: Aydın məsələdir ki, Azərbaycanın heç bir lideri heç vaxt Qarabağın müstəqilliyinə razı olmayacaq. Sərkisyan müsahibəsi əsnasında Ermənistan ordusunun 2016-cı ilin aprel döyüşlərində uğurlu nəticə əldə etdiyini iddia edib. Onun bu iddialarını rədd edən erməni rəsmisi Tigran Qriqoryan bunları deyib. Aprel müharibəsi zamanı Azərbaycan dronları nəinki Xankəndiyə çatdı, həm də erməni bölmələri üzərində uçuşlar həyata keçirdi. Pilotsuz təyyarələr erməni hərbi hissələrinin üzərində ən azı 15 dəqiqə dövr etdi. Azərbaycanın PUA-larına görə Ermənistan hərbi hissələrindəki işıqlar söndürülmüşdü. Bunu içəridən baxaraq gördük. Həmin gün ərazidə olan yüzlərlə insan bu həqiqəti təsdiqləyə bilər. Mən Sərkisyan kimi fırıldaqçıların sözlərini başa düşmürəm. Statın sonu. Bütün bu prosesləri ümumiləşdirsək, bu qənaətə gəlmək olar ki, rəsmi Moskva Qarabağ münaqişəsinin həllində hələ də maraqlı deyil. Rusiya aprel savaşında olduğu kimi indi də Azərbaycanın müharibəyə başlamasının qarşısını almağa çalışır. Amma proseslər artıq dalana dirəlib. Yaxın vaxtlarda Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi addımlar atılması gözlənilir. Qardaş Türkiyənin məsələyə müdaxilə etməsi bu ehtimalı xeyli qüvvətləndirir. Bizə düşən isə xalq olaraq müharibəyə hazır olmaq və Qarabağın unutdurulmasına imkan verməməkdir. Biz hər vəclə Qarabağı gündəmdə saxlamalı, insanları ayırtmalıyıq. Əminik ki, xalqımızın və ordumuzun qüdrəti sayəsində biz o müqəddəs torpaqlara, Qarabağa qayıdacağıq. Zəfər bizimlə olacaq. Əziz dostlar, bu videonun daha çox insana çatması üçün videonu bəyənin və müxtəlif yerlərdə paylaşın. Əgər hələ də kanalımıza abunə olmamısınızsa, videonun aşağısındakı abunə ol düyməsini basaraq növbəti videolarımızdan xəbərdar ola bilərsiniz. Sağlıqla qalın.